Allah buyursun dostlar. Mən də hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Emin bəyi öz yanımızda görmək istəyirəm, zəhmət olmasa. Bugün deyilən arzulara, istəklərə biz də qoşulluq. Kollektivimizin adından, sinif yoldaşlarımızın adından. Burada olmayan uşaqlarımız, sinif yoldaşlarımız var ki, başqa şəhərlərdə, başqa ölkələrdə olanlar da var. Azad daxil olmaqla bütün dostlarımızın, bütün sinif yoldaşlarımızın adından təbrik edirik. Sizə hər zaman, əziz qardaşım, sevib sevilməyi arzu edirəm. Dünyanın ən gözəl simfoniyası olan körpə səsi arzu edirəm. Ocağınızdan, evinizdən inşallah sevgi ilə qurulan təməldən gözəl övladlar arzu edirik. Sevgi demişkən, mənim gözəl qardaşım, istəyirəm elə sevgidən sizə bir gözəl şeir həsr etmək istəyirəm. Bugün sevgidən böyük sirr açım. Sevgi bilirsinizmi, zərdən zərifdir. Onun zərgəri də tapılmır hələ, sevirəm kəlməsi 7 hərfdir. Onu sahibinə söyləyək gərək. Bir vaxtlar sevgi müqəddəs idi, xanım Züleyxadan əmanət bizə. Bugünsə sevgini uduz eyləyib, dəyərin bilmədən hamı söyləyir, salamı sevgi ilə əvəzləyiblər. Bugün sevənlərin sevgi dərdi var. Sevgi varmı deyə bir gün soruşdum. Çoxları bir ağızdan yalandır dedi. Ay emin qardaş. Bir dəli Məcnundan sonra soruşdum. Məni bu hallara salandır dedi. Məni bu hallara salandır dedi. Qardaşım, arzum odur ki, Leyli kimi, Məcnun kimi, Əsli kimi, Kərəm kimi sevin. Amma mənim arzum sizə odur ki, İmam Əli kimi, xanım Fatimə Zəhra kimi gözəl sevgini qoruyub, gözəl dünya, gözəl övladlar böyüdəsiniz, gözəl sevginin necə deyərlər, xoş günlərə getirəsiniz inşallah. Xoşbəxt olasınız, öpürəm qardaşım, var olun. Eşq olsun dostlara.